Salam dəyərli müəllimlər, xoş gördük hər birinizi. Son sertifikasiya imtahanında olan sualların izahını sizlərə təqdim edirəm və bu izahımızda biz həm də sizin müəllim sertifikasiya imtahanında riyaziyyat sualları necə düşür sualına bir növ cavab tapmış olacağıq. Yəni son sertifikasiya imtahanında bilirsiniz ki, proqrama artırılan yeni mövzulardan suallar düşüb. Burada faiz məsələləri, fəza fiqurları, ədədin bölənləri və s. bunlarla bağlı məsələlərdə diqqətli olmalıyıq. Vaxt itirmədən başlayaq suallarımızın izahına. Birinci sualımız, aşağıdakı bərabərsizliyə əsasən x-in ala biləcəyi ən böyük natural ədədi tap. Nə edəcəyik? 31 keçir bu bir tərəfə, sadə tənli kimi həll eləsək, alınar 91-dən 37-ni çıxsaq, 54 böyükdür, bərabərdir x-ə. Biz adətən, belə deyək də, sadə başqa bir bərabər, x böyükdür 7-ni daha çox x kiçikdir 7 kimi görmüşük. Yəni gözümüz belə deyək, ibtidai sinif səviyyəsində danışıram təbii ki, belə görmüşük. Ona görə bunu gözümüzün öyrəşdiyi formada belə yazaq. X kiçikdir bərabərdir 54. Eyni bərabərsizlikdir, eyni cüzlü bərabərsizliklər. İndi burada bərabərsizlikdə ciddi bərabərsizliklər var, qeyri-ciddi bərabərsizliklər var. Dəyərli müəllimlər, əgər x kiçikdir 54 olsaydı, bu ciddi bərabərsizlikdir. Yəni 54-dən kiçik ən böyük ədəd 53-dür. Və 1-dən 54-ə qədər olan ədədlər sonuncu 53 olar. Amma kiçikdir, bərabərdir, böyükdür, bərabərdir olanda bu adlanır qeyri-ciddi bərabərsizlik. İndi buradan 54-dən kiçik və ya 54-ə bərabər olan ədəd hansı olacaq? Bu işarə olduğundan kiçikdir, bərabərdir. 54-ün özünü götürmüş olur. Baxırıq növbəti sualımıza. Növbəti sualımız faizlə bağlıdır. Bilirik ki, faiz də son artırılan mövzulardandır. Faiz məsələsində 3 əsas qayda var. Ədədin faizinin tapılması, faizinə görə ədədin tapılması və 2 ədədin faiz nisbəti. İndi dəyərli müəllimlər, bir sualla biz faiz bölməsini bütöv bir suala yerləşdirə bilmərik. Təbii ki, bir sualın izahında. Kanalda bununla bağlı kifayət qədər dərs var və zaman-zaman yenə də dərslərimiz olacaq. Burada faizinə görə ədədin tapılma qaydasıdır. Gördüyünüz kimi 25 faizi 80 olan ədəd. Biri var deyək ki, 25-in 80 faizi, bir də 25 faizi 80 olan ədəd. Faizinə görə ədədin tapılma qaydasında tənasübdən də istifadə edə bilərik və ya birbaşa qaydanı tətbiq eləmək daha rahat olar. Faizinə görə ədəd tapmaq üçün ədədi, burada 2 dənə ədədimiz var. Məlum ədəd, bir də faiz göstərən ədəd. Bəzən belə verilə bilir də, 25 faizi 80 olan ədəd. Faiz göstərən ədəd, yəni yanında faiz işarəsi olan ədəddir. Bu zaman ədədi, yəni bu 80-i vururam 100-ə, bölürəm faiz göstərən ədədə, 25-ə. Və burada da mərhələli ixtisarlarımız eləsə 25, 25-ə 1, 125-ə 4. 4-ü də 80-ə vuranda elədi 320. Demək bizim ədədimiz 320 imiş. Həqiqətən də 320-nin 25 faizi 80 eləyir. Bu ədəddən 5 dəfə kiçik olan. 320-dən 5 dəfə kiçik olan ədəd hansıdır? 320 bölünsün 5. 320-ni 5-ə bölürük, elədi 64. Doğru cavab elədi B variantı. Növbəti 3-cü sualımız. Bu sualda imtahanda müəllimlər tərəfindən biraz çətinliklə qarşılaşmışdılar. Yəni bu sualdan sonra müəllimlər ajitaj yaratmışdı bu sual. Kvadratı 2 bərabər üçbucağa böldülər. Kvadratı 2 bərabər üçbucağa bölməyi müəllimlər. İndi mən yuxarı sinif həzmində danışmıram ki, bu diaqonal boyunca bölünür, diaqonal 12 bərabər üçbucağa və s. Bunu belə demirəm. Bərabər üçbucağa bölmək bu formada kəsmək deməkdir də. İndi yenə də bunu deyə bilərik, diaqonal 90 dərəcəni yarıya bölür. Bunu da qoyuram kənara. Biz buradan iti bucaq dediklərimiz bax bunlardır. Bunların neçə dərəcə olduğunu çıxardıq. Bu kvadratın bütün tərəfləri bərabər olduğundan bu tərəf bu tərəfə bərabərdir, bəli. Avtomatik olaraq elə bil bunu burada bu formada çəkirəm. Bu bərabər yəni üçbucaq olur da bu tərəf bu tərəfə bərabər olduğundan. Bura 90 dərəcədirsə, üçbucağın daxili bucaqlarının cəmi 180 dərəcə eləyir. Onda bura 90-dırsa, bu digər iki iti bucağın da cəmi 90-dır. 90-ı 2 yerə böləndə onda bura 45, bura 45 olacaq. 45, 45. Bizə deyir ki, iti bucaqlarının cəmi, yəni 45 ilə 45-in cəmi bu 90 dərəcə. Kvadratın daxili bucaqlarının cəminin 0,15 hissəsindən. Kvadratın daxili bucaqlarının cəmi 360 dərəcədir. Çünki 4 dənə 90 dərəcəlik var. 4 dəfə 90 elədi 360. İndi 360-ın 0,15 hissəsini tapırıq. Ədədin hissəsini tapmaq üçün ədədi hissə göstərən ədədə vururuq. 360-ı 0,15-ə vuranda elədi 54 dərəcə. Və bu 54 dərəcə bunun
54 dərəcə bu iti bucaqların cəmindən, yəni bu 90 dərəcədən neçə dərəcə kiçikdir? 90-dan çıxıram 54-ü bərabər qalır 36 dərəcəyə. Doğru cavab B variantı. Qalıqlı bölmə sualı, hər dəfə bu da bizim imtahanda qarşımıza çıxan suallardandır. B bölünsün 7. Burada natamam qismət 245. Qalığımız da buradadır. Bizə deyir ki, bölünən ala biləcək, yəni B-nin ala biləcəyi ən böyük qiyməti tapın. Qalığı bölmə əməlində bilirik ki, qalıq hər zaman nədir, dəyərli müəllimlər? Kiçikdir bölənlə. Bu qaydadır. İndi burada ən böyük qiyməti dediyinə görə və biz qalığın ən böyük qiymətini tapacağıq. 7-dən kiçik olan ən böyük ədəd hansıdır? 6. Bəs onda bölünəni necə tapırdıq? Bölənimizi, yəni 7-nin natamam qismətə vururuq. 245-i üzərinə qalığımızı əlavə edirik. 7-ni 245-ə vurub üzərinə 6-nı əlavə eləsək eləyər 1721. Doğru cavab elədir C variantı. 5-ci sualımız. Uzunluğu 648 kilometr olan yolu sürəti 72 kilometr saat olan minik avtomobili ilə 7 saata gedən sürücünün yolun sonuna çatmağına nə qədər yolu qalıb? Bu bizim yolumuzdur. Bu yolumuzun bütövlükdə uzunluğu 648-dir. İndi sürət 72-dir və 7 saatda maşın gedir. Onda 72-ni vururam 7-yə. Bərabər eləyir nə qədər? 72-ni 7-yə vuranda bərabər elədi 504 kilometr. 504 kilometr. Bura qədər tutaq ki, gedir. Bəs bizdən qalanı soruşur. O zaman 648-dən də çıxıram 504-ü eləyəcək 144 kilometr. Doğru cavab C variantı. 6-cı suala baxarıq müəllimlər. Tənliyin kökünü tapın. Tənliyin kökündə burada bu x sizi çaşdırmasın. Tənliyin kökünün rəqəmləri cəmi də soruşa bilər və s. və ilə axır. Ona görə tənliyi həll eləməyi biz bilməliyik. Azalan, çıxılan fərq. Bütövlükdə bax bu çıxılanı tapmaq üçün bu x bölünsün 4 bərabərdir. 264-dən 216-nı çıxacaq. 264 çıxılsın 216. Buradan da x bölünsün 4 bərabərdir. 264-dən 216-nı çıxanda 48. Bu da bölünən, bölən qismət. Məhsul bölünəni tapmaq üçün qisməti bölənə vurmaq lazımdır. X bərabərdir 48 vurulsun 4-ə. Buradan da x bərabərdir 192. Demək bizim tənliyimizin kökü 192 eləyir. D variantı. 7-ci sualımız. Çevrədir. Çevrənin diametri var, radiusu var. Buradan bu formada bilirik ki, bir diametr 2 dənə radiusdan ibarətdir. Buna görə deyə bilərik ki, diametr bərabərdir 2 dənə radiusa. Diametr ilə radiusunun cəmi 30 cm-dir. Yəni, diametr üstəgələk radius bərabərdir 30 cm. Buradan da D-nin qiymətinin 2R olduğunu bilirik. Gətirib yerinə yazaram. 2R üstəgələk R bərabərdir 30. 3R bərabərdir 30. R də bərabər 33-ə böləndə 10 cm. Bizim radiusumuz 10 cm-dir. 10 cm. İndi bizə deyir ki, bu çevrənin xaricinə, bax bura bir dənə tam simetri olmasa da biz fərz eləyək ki, beləsinədir. Aha. Bu çevrənin xaricinə çəkilmiş kvadratın perimetrini tapın. Bunun radiusu 10 cm-dirsə, onda diametr 20 cm-dir. Çünki 10, 10, 20 eləyir. Dəyərli müəllimlər, əgər kvadratın daxilinə çevrə çəkilibsə və ya əksini desək, çevrənin xaricinə kvadrat çəkilibsə, hər zaman tərəf bərabərdir diametrə. Ona görə tərəfimiz nə qədər olacaq? Diametr 20-dirsə, tərəf də bərabər olacaq 20 cm. Amma bizdən perimetri soruşur. 4-ü də vuraraq 20-yə bərabər eləyər 80 cm. Amma bizdən bunun sahəsini və s. də soruşa bilər. 8-ci sual uzunluq vahidlərindən bağlıdır. Metr, millimetr, desimetr və bunun hamısının bizə millimetrlə ifadəsini verir. Müəllim, 1 metr neçə millimetrdir, 1 desimetr neçə millimetrdir, mən bunu əzbər bilmirəm. Heç ehtiyac da yoxdur. Bunun qaydasını bilmək lazımdır ki,
fərqli çevirmələr verəndə biz orada hansı qaydanı tətbiq edirik. Buradan ardıcıllığı bilmək lazımdır. Yazsaq, baxın, metrdən desimetrə keçsək, desimetr, qoy kilometri də yazaq da, düzdür, bizdə lazım deyil, burada amma yazaq. Desimetrdən, metrdən desimetr, desimetrdən santimetr, santimetrdən millimetr. Qayda, bir dənə kilometrlə metrin arasında vuraq 1000 var. Qalan hər birinin arasında vuraq 10, vuraq 10, vuraq 10'dur. İndi mənə diqqətlə qulaq açırsınız. Hamısının millimetrin ifadəsini verib. 420 metr, 420 metr. Bu metrdən bu millimetrə keçmək üçün 420'nin sonuna 1, 2, 3, 3 dənə 0 yazacağım. 1, 2, 3. Yəni 1 metrimiz 1000 millimetrdir. Və burada 420'nin sonuna 3 dənə 0 yazdıq. Bunu lap belə yazaq. 420 metr bərabər 420.000 millimetr. Əla. 580 millimetr onsuz da qalıb. Bundan işimiz yoxdur. Bir də baxırıq 26 desimetrə. 26 desimetri necə yazacağıq? Dəyərli müəllimlər. Desimetrlə millimetrin arasında nə qədər var? 2 dənə 0. Yəni sən əzbər bilməyinə ehtiyac yoxdur ki, bir desimetrimiz 100 millimetrdir. Onsuz da desimetrdən millimetrə 2 dənə 0 keçir. Demək 2 dəfə 0 10 deməkdir. Və burada 26'nın sonuna 1, 2 yazdı. Olur nə? Millimetr. Hər bir şey hazırdır. Sadəcə yazıb hesablamamız lazımdır. 420 metrin yerinə yazıram. 420 min çıxılsın 580 çıxılsın 22.600. Və bunları da hesablasaq, cavabı alarıq 416.820. 416.820 cavabı da var A variantında. 9-cu sual, bu da məşhur qəbul suallarındandır. Qabda x qədər konfet var. X qədər konfet var. Bu qabdan y qədər konfet götürdükdə çıx y. Qalan konfetlərin sayı, başlanğıcdakı konfetlərin də sayı x idi. Bunların yarısı qədər olur. X bölünsün 2. İndi bunu biz baxırıq ki, əsl ifadə belə olmalıdır. Amma cavablarda bu belə deyil. Demək bu böl 2 bu bir tərəfə keçir. Biz necə yazırdıq bunu? X böl 2 bərabərdir. Bunu elə bil belə yazsaq. Tənlikdə necə deyirdik ki? Nə sağa sola keçirsə işarəsinin əksinə dəyişir. Böl 2 bu bir tərəfə keçir. Vur 2 ilə əvəz olunur və x bərabərdir 2 yazıram x minus y. Belə bir cavab harda var? X minus y vur 2 bərabərdir x-ə. Gördüyünüz kimi D variantıdır. Başqa cür, bax x minus y bərabərdir x böl 2-də, hə? Kəsirdən azad olmasa bunun hər tərəfini 2-yə vura bilərik. 2 vurulsun x minus y bərabər x-ə. Belə də yaza bilərik kəsirəndə bu formada. Bu bir bizdən tələb edən ifadə qurmaq bacarığıdır. Növbəti fəza fiqurundan bağlı olan suallarımız. Kubun bir üzünün perimetri 28 santimetrdir. Kubu gəlin vizual olaraq təsvir eləməyə çalışaq. Kub bütün üzləri bərabər olan, yəni bərabər də dediyimiz kvadratlardır. Bax, bu kvadratların birləşməsindən əmələ gələn fəza fiqurudur. Bunun bir üzünün perimetri. Kubun ümumiyyətlə 6 dənə üzü var və bu 6 üz də bir-birinə bərabərdir və üzü kvadratdan ibarətdir. Onda belə çıxır ki, perimetri bir bax budur. Elə bil bu üzün birini bura çəkirəm. Bunun perimetri 28-dirsə, bunun tərəfi necə taparıq? 28-i bölərəm 4-ə bərabər 7. 7-ni tapmaq, kubun tilini tapmaq deməkdir. Kubun bütün tilləri də bərabərdir. Və tilinin uzunluğu A olan kubun həcmi V bərabər A kubuna bərabərdir. A'nın da az öncə 7 cm olduğunu tapmışıq. Demək sadəcə biz 7-nin kubunu tapmalıyıq. 7-nin də kubu eləyəcək 343. Doğru cavab B variantı. Bu qədər dəyərli müəllimlər. Növbəti endirimli qruplarımıza qeydiyyat başladı. Dərslərlə bağlı ətraflı məlumat, qoşulmaq istəyən müəllimlər qeyd olunan 051 501 63 41 nömrəsi ilə əlaqə saxlaya bilərlər. Hər birinizə uğurlar arzulayıram. Növbəti izahlarımızda görüşərik. Hələlik.